Salam əziz xanımlarımız, ləzzətli və ətirli rulet resepti paylaşıram. Gördüyünüz kimi burada əsas ingredient qatlaşdırılmış süddür. Əlavə edirik qabımızın içinə. 100 qrama qədər otaq temperaturuna gətirdiyim kərə yağımızı əlavə edirəm. Yağımız donmasın. 2 ədəd yumurtamızı əlavə edirik. Bu ruletimiz o qədər ləzzətlidir ki, istər çayın yanında, istərsə də qonaqlarınız gələndə tez bazar hazırlaya bilərsiniz. Artıq quru ərzaqlar əlavə edəcəm. 1 stəkan təxmini 200 qram unumuzu və qabartma tozumuzu. Vanilimizi əlavə edirik. Və 2 ədəd limonu kənar hissələrini kəsib, tumlarını çıxardıb əlavə edəcəyik. Biraz şəkər tozu əlavə edib, təxmini 200 qramdan biraz az. Buranı yaxşıca yenidən yağlayırıq. Ruletimiz daha rahat çıxsın. Gözlədiyim xəmirimiz ideal konsistensiyaya gəldiyi üçün artıq nazik şəkildə soba listimizə yayıb 160 dərəcədə 40 dəqiqəyə qədər bişirəcəm.